Salam, hər vaxtınız xeyir olsun. Dayaq hərəkət sistemi mövzusundan 51-ci sualda qalmışdıq. Davam eləyək. Şəkildə verilmiş skelet hissəsi bilavasitə neçə növ sümüklə birləşir? Şəkildə aşağı ətraf skeletinin qurşaq və sərbəst hissəsi göstərilmişdir. Burada çanaq sümüyü bir digər çanağa birləşir, bir də oma fəqərəsinə birləşir. Oma fəqərəsi yastı sümükdür. Qarışıq sümükdə oma fəqərəsi, çanaq da yastı sümüklərə aiddir. İki növ sümüklə birləşmə əmələ gətirir. C bəndi. 52. Xəstənin rentgen şəklinə baxıb hansı fikri söyləmək olar? Bu şəkildə göstərilib baldır sümüyü. Baldır sümüyündə də qamış və incik hissələrindən ibarətdir. Qamış və inciyin sınığı olacaq. Diz oynağının çıxığı, diz oynağı yuxarıdadır. Bud sümüyü deyil, baldır sümüyüdür. Ayaqda burxulma deyil, bu sınıqdır. Baldır sümüklərinin açıq sınığıdır. Görürsüz, qapalı sınıqdır, açıq sınıq deyil. 53. Şəkildəki sümüyün sınığı zamanı ilk yardım göstərilərkən şina hansı oynağı və yaxud oynaqları tutmaq şərti ilə qoyulmalıdır. Xatırlayaq, şina necə qoyulurdu? Sınığa yaxın oynaqları tutmaq şərti ilə qoyulurdu. Burada sınığa yaxın oynaqlar Y-dir, bir də Z oynağıdır. Y və Z doğru cavab D olacaq. 54. Cədvəldəki sümüklərin kütlələrinin düzgün müqayisəsini müəyyən edin. A sümüyünün toxumadakı hüceyrələrinin kütləsi, hüceyrələrin kütləsi X-dırsa, hüceyrə arası maddəsinin kütləsi olacaq 2X. Toxumanın ümumi kütləsi də olar 3X. B bəndində hüceyrə arası maddənin kütləsi X-dırsa, toxumadakı hüceyrələrin kütləsi olacaq X bölünsün 2. Toxumanın kütləsi 3X bölünsün 2, yəni 1,5X. C bəndində özü verib X-dir. Burada, əgər bura X-dırsa, bu da B sümüyündəki kimi 1,5X olacaq. Burada olacaq 3X. Bunları müqayisə edəndə 1,5X, 1,5X. B ilə D bir-birinə bərabərdir. B ilə D burada bərabərdir. Bircə də orada bərabərdir. B ilə D, bir də A ilə Y bərabərdir. 3X böyükdür 1,5X-dan. Ən kiçik də C, X olacaq. Doğru cavab A bəndi olar. 55. Şəkildə rəqəmlə göstərilən sümüklərin bilavasitə birləşdiyi sümük növlərini müəyyən edin. Burada onurğa sütununun skeleti göstərilib. Bir ilə də döş sümüyü, döş fəqərəsi göstərilib. Döş fəqərəsi nə ilə birləşir? Bir digər fəqərələrlə. Digər fəqərələr qarışıqdır. Bir birləşir qabırğalarla, o da yastı sümükdür. Başqa deyilsə ilə. Qarışıq və yastı olar. Qarışıq, yastı. Yalnız qarışıq olmaz. Qarışıq, yastı olar. 2. Burada göstərilib qabırğalar. Qabırğalar da döş sümüyünə birləşir. Yastıdır. Döş fəqərəsinə birləşir. O da qarışıqdır. Yalnız yastı, yalnız yastı, yalnız yastı göstərilib. Yox, yastı və qarışıq. Burada da göstərilib çanaq bir oma fəqərəsinə birləşir. Qarışıqdır. Bir də birləşir buda. Buda uzun borlu sümükdür. 3 olmalıdır. Qarışıq, uzun borlu. Bir də yastı. Digər çanaqda yastı olacaq. Və 4 də birləşir. Bura göstərilib ayaq darağıdır. O da yalnız qısa sümüklərlə birləşir. Doğru cavab D bəndi olar. 56. Cədvəldə insanın 5 müxtəlif sümüyünün tərkibi göstərilmişdir. Hansı sümük daha az kütləyə malik olar? Hüceyrə arası maddəsinin miqdarı 9-dursa, sümük hüceyrələri 2 dəfə az 4,5 olacaq. 4,5-dirsə, burada olacaq 13,5. Sümük hüceyrələri 4-dürsə, hüceyrə arası maddə olacaq. 2 dəfə az yox, 2 dəfə çox 8. Bunların cəmi də ümumi 12 edəcək. 14, 11 özü verib burada. 5-dirsə sümük hüceyrəsi, hüceyrə arası maddə 10 olacaq. Bunların cəmi də 15. Burada daha az kütləyə malik olan 11 qram, 4 B bəndi olacaq.
57. İnsanda gövdə skeletinə aid olan sümüklərin hamısı tək sümük deyil. Çünki orada 12 cüt qabırğa sümükləri var. Ona görə hamısı tək olmaz. 58. Diaqramda insan skeletinin X və Y hissələrinə bilavasitə birləşən sümüklərin sayı göstərilir. Buna əsasən X və Y-i müəyyən edin. X sümüyü deməli birləşib nəyə? 3 sümüyə birləşib. Y də 2 sümüyə birləşib. X kürək sümüyü ola bilərmi? Kürək sümüyü birləşir körpücüyə, bir də bud sümüyünə. 2 sümüyə birləşmiş oldu. Bu olmaz. X 3 sümüyə birləşməlidir. Çiyin qurşağı desə, deməli orada kürəklər, hər iki kürək sümüyü 2 bud sümüyünə bazu sümüyünə birləşəcək. 2 bazu. Bir də birləşəcək körpücük sümüyü də döş sümüyünə birləşəcək. 3 sümüyü etmiş oldu. X uyğun gəlir. Kürək sümüyü birləşəcək bir körpücük, bir də bazu sümüyünə. Bu da elə 2 sümüklə birləşir. Doğru cavab B bəndi olar. 59. Ardıcıllığı müəyyən edin. İnsanda ətrafların skeleti yuxarı ətraf, aşağı ətraf. Yuxarı ətraflar sərbəst, bir də qurşaq hissədən ibarət olacaq. Aşağı ətraflar da yenə sərbəst və qurşaq olacaq. Burada çanaq sümüyünü C-yə yazıb. Deməli, qurşaq hissə C-də olmalıdır. Sərbəst hissə 4 ilə göstərilən olmalıdır B-də. Yuxarı ətrafın sərbəst hissəsinə aid olacaq. Bazu sayı əl pəncəsi 5. Qurşaq hissəsinə kürək körpücük 1. Aşağı ətrafın qurşağını yazıb, sərbəstinə də bud baldır, ayaq pəncəsi 3 aid olacaq. İndi ardıcılıqla A, B, C, D, E, K. 2, 4, 2, 5, 1, 3. 2, 4, 2, 5, 1, 3. B bəndi olacaq. 60. İnsan skeletinin şəkildə göstərilən hissəsinə aid doğru mülahizələri müəyyən edin. Yuxarı ətrafın qurşaq və sərbəst hissəsini verib, onurğa sütunu ilə bilavasitə birləşmə əmələ gətirir. Bura onurğa sütununu görmür. Bu səhvdir. Revmatizm müşahidə oluna bilərmi? Sümük və oynaqlarda olur da revmatizm. Olar. Yuxarı ətrafın yalnız sərbəst hissəsi deyil, kürəklə körpücüyü də göstərib, qurşaq da var. 3 sümük sarı sümük iliyinə malikdir. Yəni 3 sümüyü uzun borlu sümükdür deyir. Çünki sarı sümük iliyi yalnız uzun borlu sümüklərdə olur. Bu bazu sümüyündə, bir də millə dirsəkdə. Burada 2 sümükdə cəm edəcək. Bazu, mil, dirsək. 3 sümük sarı sümüyünə malikdir. Doğru. 2 sümük qurşaq skeletinə aiddir. Bir kürək, bir körpücük. Doğrudur. Bükülməsini üçbaşlı əzələ təmin edir. Yuxarı ətraflarda buranın bükülməsini bazunun ikibaşlı əzələsi təmin edir. Üçbaşlı yox, səhvdir. 2, 4, 5 doğru cavab A bəndi olacaq. 61. İnsanın aşağı ətraf skeletinə aid olmayan, aşağı ətrafa aid olmasın, ayaq pəncəsi aiddir. Bud aiddir, baldır aiddir. Boyun fəqərəsindən bel fəqərəsi aid deyil. 61-də 3 ilə 5. 62. İnsanda yuxarı ətraf skeletinə aid olmayan, kürək körpüsü yuxarı ətrafın qurşağı, qabırğalar gövdədə, döş sümüyü, bel fəqərəsi gövdədədir. Bazu əl pəncəsi aiddir. 2, 3 aid olmayacaq. 63. Sarı sümük iliyi olmayan sümüklər. Sarı sümük iliyi uzun borlu sümüklərdə olur. Bazuda olacaq, budda olacaq. Amma çanaqda, boyunda, pəncə sümüklərində, oma fəqərəsində olmayacaq. 64. İnsanda gövdənin skeletinə aid deyil, döş sümüyü aiddir gövdəyə, qabırğalara aiddir, bir də onurğa sütunu. Orada fəqərələrə aiddir. 3, 5 aid olmaz. İnsanda gövdənin skeletinə aid deyil, döş sümüyü aiddir, qabırğalara aiddir, bir də fəqərələrə aiddir. Çanaq sümüyü, bud aid deyil. 66. İnsanda sarı sümük iliyi olan sümüklər. Sarı sümük iliyi uzun borlu sümüklərdə elə olanı soruşur. Bud da olacaq, mildə, bir də bazuda olacaq. 1, 4, 6. 67.
İnsana sarı sümüklü olan sümüklər. Sarı sümüklü uzun boylu sümüklərdə olacaq. 4-də, yox, sahiddə. Bir də qamışda. 1, 4, 6, 67-də. 68. Şəkildə göstərilən sümük bilavasitə birləşir. Burada göstərilib kürək sümüyü. Kürək sümüyü birləşir bir körpücük sümüyünə, bir də bazu sümüyünə birləşir. Fəqərəyə birləşmir, döş sümüyünə birləşmir. Döş sümüyünə körpücük birləşir, amma kürək birləşmir. 68 olacaq 1 və 2. 69. İnsan skeletinin şəkildə verilmiş şöbəsinə aid doğru fikirləri seçin. Şəkildə göstərilib döş qəfəsi. Döş qəfəsinə aid doğru fikirləri seçək. Sarı sümük iliyinə malik olan sümüklərlə bilavasitə birləşmir. Yəni uzun boylu sümüklərlə bilavasitə birləşmir. Düz deyir. Maksimum sayda sümüklərlə birləşmə əmələ gətirən sümük yalnız qarışıq sümüklə birləşir. Deməli, burada maksimum sayda sümüklə birləşmə əmələ gətirən sümük olacaq hansı? Döş sümüyü. Çünki bu bir dənə sümük 14, yox, 7 cüt, yəni 14 ədəd qabırğa ilə birləşib. Döş sümüyü yalnız qarışıq sümüklə birləşməyib ki, yastı sümüklə birləşib. Qabırğalar yastıdır. Bir növ sümük iliyinə rast gəlinir. Düz, yalnız qırmızı sümük iliyini var. Bir sümüyü minimum bir sümüklə birləşmə. Necə? Bir sümüyü minimum bir sümüklə birləşmə əmələ gətirir. Burada bir sümüklə birləşmə əmələ gətirənlər ola bilər sərbəst qabırğalar. Sərbəst qabırğalar yalnız döş fəqərəsinə birləşir. Bu sərbəst qabırğalar da bir dənə deyil axı. Burada yazır bir sümüyü. Bir dənə deyil. 1, 2, 3, 4 dənə sərbəst qabırğa var. Bu səhvdir. Ətrafların skeletinin sümükləri ilə bilavasitə birləşmir deyir. Axı döş sümüyü körpücük sümüyünə birləşir. Körpücük sümüyü yuxarı ətrafın qurşaq skeletindədir. Bu səhvdir. Bilavasitə kəllə skeletinə birləşir. Bilavasitə kəllə skeletinə birləşir. Yox, kəllə skeletini bu görmür. Bu səhvdir. 1 ilə 3 olacaq 69-da. 70. İnsanın sümük toxumasının hüceyrə arası maddənin kütləsi sümük hüceyrəsinin kütləsindən 2 dəfə çoxdur, 2 dəfə çoxdur. Hüceyrə arası maddə 3-də 2, sümük hüceyrələri 3-də 1, 2 dəfə çox olar. İnsanın 3 kiloqram sümük toxumasının 2 kiloqram hüceyrə arası maddə var. Sümük toxuması ümumi 3 kiloqramdır. Hüceyrə arası maddə 2x olur, 2 dəfə çox olur. Sümük hüceyrəsi də x olur. Bunun cəmi ümumi 3 kiloqramdır deyir. Buradan x tapsaq x bərabərdir 1 olacaq. İndi 1x, yəni sümük hüceyrələridir. Deməli, hüceyrə arası maddə də 2-dir. Yəni də 3 kiloqramdırsa, ikisi hüceyrə arası maddə, biri sümük hüceyrəsidir. 72. İnsan 80 il yaşamışsa, onun sümüklərinin böyüməsi minimum neçə il əvvəl dayanmışdır. Sümüklərin böyüməsi dayanır 18-20 yaşlarında. Gübəndə yazılan məlumatla hesablamayın bunu. Dərslikdə yazılana baxın. Sümüklərin böyüməsi 18-20 yaşında dayanır. Minimum neçə il dayanıb deyirsə də 80-dən 20 çıxmalıyıq edəcək. 60 il əvvəl dayanıb. 73. İnsanda qabırğalar döş sümüyünə birləşməsəydi, onlar neçə növ sümüklə birləşmə əmələ gətirərdi. Qabırğalar birləşir. Döş sümüyünə, döş fəqərəsinə, bir də 8, 9, 10-cu qabırğalar axı özündən əvvəlki qabırğaya birləşir. Deməli, döş sümüyünə birləşməsə, orada birləşəcəkdi bir döş fəqərəsinə, fəqərələr qarışıqdır. Bir də bir-birinə 8, 9, 10-cu qabırğa özündən əvvəlki qabırğaya birləşir. Onlar da yastı sümüklərə aiddir. 2 növ sümüklə birləşmə əmələ gətirəcəkdir. 74. Cədvələ əsasən y/x nisbətini hesablayın. Hüceyrə arası maddənin kütləsi A-dır. Deməli, sümük hüceyrələrinin kütləsi olacaq A/2. Sümük toxuması da nə olacaq? Sümük toxumasının kütləsi 3A/2. B-də bu A-dırsa, hüceyrə arası maddə 2 dəfə çox 2A olacaq. Bu da olar 3A. Y-i x-a böləndə 3A bölmə olur vurma, o da tərsinə çevriləndə 2 bölünsün 3A qalır
Nə qədər? 2. 75. İnsan skeleti üçün uyğunluğu müəyyən edin. Yuxarı ətrafların skeletinə aiddir. Yuxarı ətrafların skeletinə aid olacaq kürək, yuxarı ətrafın qurşağına aiddir. Gövdənin skeletinə döş sümüyü bilavasitə onurğa sütunu ilə birləşir. Onurğa sütununa birləşər kəllə skeleti. Çünki ənsə sümüyü boynun birinci fəqərəsi ilə birləşir. Bilavasitə yuxarı ətraflarının sərbəst hissəsinin sümüyü ilə birləşir. Bilavasitə yuxarı ətrafların sərbəst hissəsinin sümüyü ilə birləşər kürək. Çünki kürək bazuya birləşir. Yalnız qarışıq sümüklə birləşir. Qarışıq sümüklə döş sümüyü olmaz yalnız qarışıq. Kürək yalnız qarışıq olmaz. Kəllə skeleti yalnız qarışıq sümüklə birləşir. Çünki boyun fəqərəsi ilə birləşir. O da qarışıq sümüklərə aiddir. 1-ə C-yə, 2-yə A-D, 3-ə də B olacaq. 76. Sxema əsasən sümüklərin boş xanalar üzrə soldan sağa ardıcıllığını müəyyən edin. İnsanın yuxarı ətraflarının skeleti. Yuxarı ətrafların skeleti nədən ibarət olacaq? Əvvəlcə qurşaq hissəsini yazarıq. Kürək və körpücük. Kürəklə körpücüyə birləşir. Bazu, 2, said, mil və dirsəkdən ibarətdir. 1, 5, 2, 5, 2, 1. Daha sonra bilək, 3, əl darağı və barmaq falanqaları ən sonda yerləşəcək. 5, 2, 1, 3 və 4. Bu qədər testlərin sonuna gəldik. Əgər başa düşmədinizsə, qaranlıq qalan nəsə oldusa şərhlərdə yaza bilərsiniz. Sağ olun.